Mən qısa mətləbə toxunacağam. Deməli, Azərbaycanda mən Əhl-i Beyt məddahi ola, bir dənə nəstəcəvinə billah, nəğuz billah, Allah keçsin günahımdan, haram mahnı oxusaydım, haram mahnı ifa eləsəydim, sosial şəbəkədə paylaşsaydım, bir çox dindarlar məni qınayacaqdı ki, ay Əhl-i Beyt məddahi nədir, haram mahnı oxumaq nədir, səni bu yaraşmır, başladı qınamağa, başladı tənqid eləmək. Amma Azərbaycan nədənsə dırnaq arası o qədər Əhl-i Beyt məddahlar var ki, sevgidən oxuyurlar, eşqdən oxuyurlar, atadan oxuyurlar, anadan oxuyurlar, qardaşdan mahnı oxuyurlar və onlara çıxıb cavabınızı vermirsiniz. Niyə? Bilirsiniz, çünki siz yaltaqsınız, siz qorxaqsınız. Nətər olur ki, mən tanımıram da, populyar deyiləm. Populyar olmayan, məşhur olmayan insanı qınamaq olar, amma məşhur olan insanı qınamaq olmaz. Bu da sizin ədalətiniz, bu da sizin düşüncəniz. Allah sizi ağıl versin, Allah sizi hidayət eləsin. Ayıb olsun.